Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, bu feyfa ağaclarını görəndə yadıma bir çox mənzərələr düşdü. Cənub mənzərələri, Şallağının mənzərələri, orada məftil hasarlar vardı qonşular arasında. Və o məftil hasarların yanında feyfa ağacları bitərdi. Və belə bu mövsümlərdə onlara yaxınlaşanda, onların diblərinə feyxoların töküldüyünü görərdik. Necə belə nazik qabıq feyxolar. Belə içi müəyyən qədər xırçıltılı feyxolar və o ağaclara, o mənzərələrə, o meyvələrə baxanda artıq sağlamlıq hiss eləyərdi. Yəni ki, bilərdin ki, meyvənin özünün görünüşündən bilinərdi ki, o necə belə bədənə, orqanizmə xeyirlidir. Yesən, nə çox faydasını görərsən. Sonra bil ki, hındamoralar olardı, xurma ağacları, o belə yetişərdi bu mövsümlərdə, belə çənli, yağışlı mövsümlərdə. Onları belə üzvə, sərin mövsümlərdə, biraz soyuq mövsümlərdə onu belə üzvə vurardın, üzvə belə yapışdırardın onlardakı o topuşluğa, o hındamollardan, xurmalardan, iri, belə sulu, şirəli xurmalardan adamın bədəninə belə sərinlik, gümraqlıq yayılardı və bütün onlar hamısı təbii şəkildə yetişirdilər. Bax, bu mənzərələr həmişə, demək olar həmişə yəni zehnimin içindədir və mənləndir. Onlar haqqında düşünmək belə zaman-zaman olur ki, sənin ruhunu təzələyə bilir. Və bu mənə yadıma bir düşüncəni salır. Bu Avropalı krallardan birinin düşüncəsidir. O deyərdi ki, biz hamımız dünyadakı gözəlliklərin qorunmasında cavabdehik. Buna görə məsuliyyət daşıyırıq. Və Azərbaycanın və Bakının müəyyən yerlərində bir belə olay gördüm də, bir hərəkət gördüm və bu barədə bir fikir bildirmək istəyirəm, elə bu mövzularla bağlı ki, biz əslində dünyanın gözəlləşməsində məsuliyyət daşıyırıq. Və o davranış, hərəkət doğrudan mənə biraz deyəndə bir xeyli pis təsir verdi. Biraz belə daxili bir qeyzlənmə yaşadım. Amma bilmirəm, mənim indi bu dediyimin bir şeyə xeyli ola bilərmi və yaxud bu bir əhəmiyyət daşıyırmı, deyə bilmərəm. Deməli, bu olay nədən ibarətdir? Bir çox yerlərdə, mən ümumən danışıram da, bir çox yerlərdə küçədə, məhəllələrdə əkilən güllərin, gül kollarının yerindən çıxarılıb atıldığını gördüm. İndi bilmirəm, onu sakinlər mi eləmişdi, ya bu bir əmr idimi, bilmirəm. Halbuki o güllər çox gözəl görünüş verirdilər. Ürək açan bir görünüş verirdilər o küçələrə, məhəllələrə. Və nəyə görə məsələn üçün belə bir hərəkət edilib görəsən? Axı çiçəklər ürək açan nəsnələrdirlər, orqanizmlərdirlər. Çiçəklərin elə baxanda belə gözünə çox gözəl təsir göstərə bilər. Yəni zaten ölkədə çoxlu qaranlıq var da və bu qaranlıq da bitmir və sonlanmır. Bunu biraz da qaranlıqlaşdırmağın bu kimə xeyri var? Bilmirəm, kimə bir faydası var? Və ya bu kim tərəfindən görəsən bu belə bir nə deyim, belə bir mənfi təşəbbüs olur ki, güllər bir çox məhəllələrdən çıxarılsınlar. Ümumən mən danışıram da burada, ümumən mənzərəni deyirəm ki, təxmin eləmək olur ki, çox yerlərdə belə ola bilər. Kaş belə olmayaydı və əksinə, kaş mən deyərdim ki, mümkün qədər şəhərlərimiz, kəndlərimiz, həyətlərimiz imkan olduqca mümkün qədər çox güllə, çiçəklə əhatələnsin və güllə, çiçəklə bəzənsin. Bu insana çox cəhətlərdən xoş təsir göstərə bilər. Zaten qaranlıq çoxdur da, onu buranı qaranlıqlaşdırmağa, biraz da qaranlıqlaşdırmağa
nə gərək var deyə düşünürəm dostlar. Belə özünüzdən müğayət olun. Hələlik.